Niyə hələ də sevgilin yoxdur? Çünki sən zəifsən. Sən şikayət eləyirsən ki, layiqli insanı tapa bilmirsən. Amma özün heç kimsən. Sən gözləyirsən ki, kimsə gəlib səni xilas eləyəcək. Amma özün zəifsən. Sən gözləyirsən ki, kimsə gəlib səni xoşbəxt edəcək. Oyan, heç kəs gəlməyəcək. Heç kəs səni xilas etməyəcək. Sən maraqsızsan. Sən nə danışa bilirsən, nə qulaq asa bilirsən. Həyatından yalnız şikayətlənirsən, amma onu dəyişmək üçün heç nə etmirsən. Sən düşünürsən ki, sevgi sadəcə peyda olur? Yox, onu layiq olanlar alır. İnsanlar sənin zəifliyini hiss edir. Onlar hiss eləyirlər ki, sən öz həyatının məsuliyyətini götürməyə hazır deyilsən və bu da onları səndən uzaqlaşdırır. Sən başqalarını günahlandırırsan. Düşünürsən ki, problem dünyadadır. Amma problem səndədir. Sən inkişaf etmirsən, daha yaxşı olmağa çalışmırsan, emosiyalarının, bədəninin, xasiyyətin üzərində çalışmırsan. Sən sadəcə gözləyirsən. Amma bəsdir, daha güclü ol. Verə bilənə çevril, ancaq alana yox. Hörmətli birinə çevril, ehtiyac duyulan ol. Çünki əgər sən yox, onda kim? Bu sözlərimdə özünü tanıdınsa, dəyişmək vaxtıdır.